Salam hörmətli YouTube kanalımızın izləyiciləri. Novxanı tərəfimizdən fasadın izolyasiya işləri icra olunur. Gördüyünüz suvaqlı, çox gözəl formada işlənmiş bir divardır. Və bizim tərəfimizdən üçlük 30 sıxlıqda olan Benaplex stena məhsulundan istifadə olunur. Yəni möhkəmliyinə də söz yox. Demək, bəzi texniki qaydalar var ki, onlarda müəyyən dəyişikliklər etmək lazımdır. Bu da əraziyə uyğun, ağıl və məntiqlə. Misal olaraq, əksər yerlərdə görürsünüzmü? Bunun üzərindən probka vurulur. Bunun üzərindən probka əvəzi həm məhsulun öz peynası var, yapışdırıcı peynası arasına vurulur ki, sabahları su sızmasını içəri verməsin. İkinci növbədə yapışdırıcı mata bildiyimiz quru vasitələrdən istifadə olunur. Üzlük qatı xüsusi üzlükdən istifadə olunur. Üzlük qatı demək çəkildikdən sonra, yəni astarın üzlüyü çəkildikdən sonra üzərindən, setkanın üzərindən probkalar tətbiq olunacaq və bu da bu işi və məhsulu gələcəkdə deformasiyalardan, küləklərdən, digər problemlərdən azad edir. Səbəb bundan ibarətdir ki, setkanın üzərindən kifayət qədər probka vurulmadıqda sabah setka hər hansı bir deformasiyaya məruz qaldıqda divardan aralanır və palas kimi yuxarıda yerlənir. Belə videolar həm sosial şəbəkələrdə sizə rast gəlib, həm də bizim səhifəmizdə. Ona görədir, bu işdə bir mənalı olaraq biz məhz probkanı setkanın üzərindən tətbiq edirik. Deyə bilərsən ki, probka qalır çöldə, əlavə material gedir, qoy getsin, ev yoxdur. Amma əsas odur ki, iş keyfiyyətli olsun. Allah əmanət olun, yeni layihələrində görüşmək ümidi ilə 114 İzolyasiya qrup Novxanda.